ərəblər və yəhudilər qədər test keçən ikinci bir toplum yoxdur. Qafqazda isə ən çox test keçən ermənilərdir, çeçenlərdir, bir də daha çox çərkəzlərdir. Fiziki olaraq dəhşət güclü idi, qorxurduq biz bədheybətdir. Bu yaşayıb 1440-cı ildə həmin qadın. DNT analizindən məlum olub ki, bunlar Şərqi Afrikadan köçün bir zənci olub. Gələcəkdə cinayətkarlıqların belə meyillilik səviyyəsini bu gen analizləri ilə ölçmək mümkündür. Ərəblər hətta Bəni Haşim adlı bir proyektləri var. Orada bütün Haşimilərin YDNT nömrələrini toplayıblar və həmin subklad kim çıxmırsa o adam seyid deyil. Elmi olaraq qəbul olunur. Biz tarixi yenidən formalaşdıra bilərik ki, Azərbaycanda hansı xalqların mənşəyi necədir? O boşluqları necə biz aradan qaldıra bilərik? Hansı miqrasiyalar olub? Hansı toplumlar yaşayıb? Heç kimin əcdadları sadə adam olmayıb. Hamının ya tacir olub, ya vacib bir adam olub, ya nəsə bir vəzifəli sahibi olub, ya dini bir adam olub, ya ruhani bir adam olub, ya da nəsə peyğəmbər tipli bir şəxs olub. Məsələn də belə deyək. O da əgər siz kişisinizsə, Y xromosomu daşıyırsınızsa, demək olar ki, siz əcdadlarınızın ata xətti ilə sadəcə DNT-sini, genini davam elətdirirsiniz və o dəyişmədən sizə ötürülür. Sən yaşayırsan, məsələn, filan bir kənddə, ucqar bir ərazidir. Yəni sənin ailənin səndən xəbəri yoxdur. Qaldı yəni sənin Amerika səni təyin eləsin, sənin nümunəvi götürsün, çox vacib, prestijli bir adamsan sən. Steve Jobs R2L25 haplogrupu çıxdı və onun birləşdiyi adamlar Suriya ərəbləridir. Öz əcdadlarını tanımadan öz kimliyini bilməyəcək. Mən hardan gəlmişəm, kim olmuşam.